Qaldığımız yerdən davam edirik dostlar. Runavik Lugano görüşündə 88 dəqiqədə tamamlandı. Görək kim bugün nokautı götürəcək. Boğaz 3-cü dəqiqədə fərqlənir. Və bu arada Legnatiya ikisini vurdu. Hesab 3-3. İnşallah Legnatiya qələbə qazanar. Haydi Legnatiya deyək. Lan Vaduz bir tane. Hadi Vaduz. Hadi. Vaduz bir tanesinin gol olursa zor olur. Burada açılandı mı? Evet. Playoff'dan ne var? Ne yok. Açılandı HTLV. Keçalov Partizan. İkisi açılan. Niye hamısı 23'tür? Kırıqladım. Əsl ölkə qollarında partlayış gəlməkdədir. Genç Göteborg. Köçüşüdürük. Sapla hocam sapla. 2 tanesini daha sapla. Orada net 90 oldu. Runavik'in indən adını silək faralarının konferans liqasına evdə etdi. Bəli, mən həmişə demişəm. Bunu bugün də deyirəm. Kim əgər ki uduzur, ölüm ayağınası, ölkəsinə ölkə xala yazdırıb gitsin. Amma bunu demişdim. Nəsə dəfədən mən demişəm. Hər dəfə oyundan əvvəl analiz edirik zaten bunu. Oradan yazalım. Yavaş yavaş bu görüşte de bitiririk bu arada. Evet. Ne İsveç'e Far adalara kolay yazdırabilecek mi? İkisi de aynı anda. İsveç'in bu arada Neşanı klubundan gelmişti. Səhv etmirəmsə 4'lüydü, düzdürmü? Ben onu bilmirəm, mən çıxdı yenə. 90+1. Evet, bayaq Qarabağda 90+9 gəlmişdi. Yəni İsveç'e baxıb tez qaydaq 4 dənə maçı. 4 dənəsindən ikisi qaldı. Yox, 4 dənəsindən. Faradaların neçə dənə klub var? 2 dənə mi? Adlara baxaq. Farada ikisi qalmalıydı. İkisindən biri. Evet, diğer oyunda sabah baxacağıq. Hava Torontovuz Qəbələ, Galatasaray Çorum, Klaksvik Lech oyununda birlikte olacağıq. Evet. Və başka maçlar var mı acaba? Yox, hansı görürsünüz deyə baxacağım. Hansı birlikte olduq? Drita 5 tane. Mesat 9-1. Evet, çıxart bir dənəsini buradanla. Trafioni. Kim bitti? Evet. Runavik Lugano. Adam başına xal yazdırıb. 125 xal, 125 xalla. Evet. Lugano artıq konferans liqasında yoluna davam edir. Runavik isə getdi evinə işi ilə. Digər qalan görüş budur. Kingur. Tun 5 Mesap. Oyda Kingur dənə qol atadım onlardı. Zamine vaka Haydi kocam. Hadi koçum. Bir tane gol. Atsana oğlum. Niye beni zinatına mindiriyorsun? Hay.
Evet. Saat 00.30'a kadar bitti. Karava. Evet, ne yazılıb? Ukraynaya 0 klip qaldı artıq. Tək bir dənə təmsilçi Shakhtar yoluna verir. Qarabağ isə play-offa keçdi. Romelu Lukaku'nun Napoli'ye teşekkür edip oradan şey geldi burada. Ignati'ye ne oldu? Ignati'ye 3. golü vurur. Möhtəşəm gələcəksən yamana sizə kimdir? Evet. Murat Məmmədov Paxvosda 2 gol var. Evet, inşallah Estonya temsilcisi. Estonya temsilcisiz qaldı. Cəbəl Tarih də qaldı bu arada. Təəssüflər olsun. Tuturağız. Konferans ligası açıqlanır mı buradan? Var mı diye baxıram. Veska kazananlardan kimsə var mı? Xət qoyulub mu? Öyle bir şey yoktu. Evet. Universal bir boş gedib. Evdə Olympiakos olmalı. Olympiakos getməyib. Nə olacaq? Olympiakos kimlə oynayacaq bəs? Olympiakos kimlə oynayır? Olympiakos gəlib. Hə, tamam, Olympiakos gəlib. Benfica. Ətindəyim sabahı da görməliyik Avropa Liqasında. Avropa Liqası biraz asan kimidir. Avropa Liqasında Pafos olmayacaq bu arada. Salzburg getdi oraya. Sabah gəlsə, sabah bir dənə buradan şey udar. Zalcini, Max. Ama heç bir işimizə görə deyil. Bir də buradan tutaq ki, deyəm, Krayova, Çeslevski, Sofya filan. Ancaq bax belə. Şey heç nə. Sonra keçən deyirəm. Bəli. Ooo. Qurban o zarafat elədir. Baxaq. Düzəltmək daha çox asfaltın daşınma lazımdır ki, laf düzəlsin. Elmin də danışır. Bu asfaltda daşınma lazımdır. Yəni binanın icazə sərəcək. Qurban 2 dəfə zarafat gəlir. Harika. Evet, hansı görüş bitir? Biz buna baxaq. 90+4 gəldi Vikingur sonra. 3 dəqiqə tamamlanıb, son 1 dəqiqə. İslandiya təmsilçisi 250 xal yazdırımqa tamamdır və konferans liqasının play-off'unda özünü göstərəcək. Yoxsa burada uduzan birbaşa mı gelirdi? Play-off'a. Maraqlıdır. Bir dənə bura baxaq, sonra davam edəcəm. Dur. Burada uduzan birbaşa mı geliyor play-off'a? Wester'in adı var mı burada? Wester'i. Evet. Ha. Üçün Vikingur. Ha yok. Vikingur play-off'a gələcək. Tamam. Son 30 saniye bu arada. Her zaman edeyim bir iş. Şarja bakmak. Şarjsız olmuş. Pil. 15. Şerefsiz. En son 10 saniye Vikingur Tun görüşünde. Belki bir qələbə. Belki bir Vikingur'dan sonuna gələ bir daha gol gələcək. 3, 2, 1, 0. En az 10 saniye falan oynar. Evet. 10 yok. Bir 20 saniye oynar. Maçı bitirir. Hadi. Bitir. Vikingur İslandiya adına. Evet. 250 xalı yazdırır. Bravo. Sadəcə olaraq əhsən düşür.
İsveçre bundan halalanmadı maalesef. Almasınlar da. Bize kalan İslandiya. Hadi. Hey. İslandiya. Evet. Fikrim grubundan adını silək. Tuğ'un şeyi hesabı belli oldu. Oba. Şəli Brun'dan bir gol. Vikingur. Öz rəqibini az sona biləcək. Borat Vitebsk görüşündə. Bitti. Teşekkürler Vikingur. Teska Sofia. Efirə duzursan. Türk 2 dənəsin oradan. Hjartus Benfica 0-0. Gülməlidir. Bak. Gol. 90 artı gəlir bu arada. Vaduz artıq hərif eləməyə çox yaxındır. Liechtenstein yanına 500 xal gətirib hərif eləyəcək böyük ehtimal. Inter. Finlandiyanın Inter klubu artıq növbəti mərhələdə play-offdadır. Rahatlıqla demək olur. Bilmirəm. Bəlkə də bir artırılan son dəqiqələrdə bir 20 saniyə, 15 saniyələrdə bir dənə vaduz vursa daha 30 dəqiqə bir otu alacaq. Bəli, bu günlər Turantovuz Qəbələ, Galatasaray, Çorum, Klaksvik, Lech görüşündə birlikdəyik. Həm Azərbaycan, həm Türkiyə, həm də UEFA Avropa Liqasında birlikdəyik. Ölçək xalmını unutmayacağım. Zaten burada elə-belə bildiklərimi ölçək xalın yazacağım. Olaraq birbaşa gedənlər var dediyim kimi. Bilməm onlar neçə xal gələcək. Ne yapacaq? Hiçbir bilgimiz yok.